Salam əziz həmvətənlərim. Təəssüflə qeyd eləməliyəm ki, bilirsiniz bu yaxınlarda hicabla bağlı bizim bir çıxışımız olmuşdu. Məktəblərdə hicab problemi ilə bağlı və Sumqayıt şəhərində yaradılan əngəllərlə bağlı. Düzdür, indi sonradan bizə məlumat gəldi ki, bəzi məktəblərdə artıq bu məsələ aradan qaldırılıb, amma çox təəssüflə qeyd eləməliyəm ki, mənim o hicabla bağlı Respublika Prokurorluğuna aidiyyatı qurumlara müraciət çıxışımın altında bir çox şərhlərdə və bizim şəxsimizə göndərilən məktublarda məlum oldu ki, bu hicab problemi tək Sumqayıt şəhərində deyil, Bakıda, İmişlidə, Gəncədə, Cəlilabadda və müxtəlif yerlərdə çox çirkin formada yayılmaqda davam edir. Yəni burada əvvəla onu da qeyd edeyim ki, heç bir qanundan söhbət getmir. Hicabı qadağan edə biləcək Azərbaycan Respublikasının heç bir qanunu, qaydası yoxdur. Hətta Konstitusiyanın, Azərbaycan Respublikasının Konstitusiyasından bu dini vicdan azadlığı mühafizə altına alınıb. Yəni bu bilmirik, bu siqnal hardan gəlib, kim tərəfindən verilib, kimlərə verilib, məqsəd nədir, niyyət nədir? Bununla bağlı elə bilin ki, kimlərsə yenə keçən səfər qeyd elədiyim kimi nəsə eləmək istəyir. Baxın, keçən səfər deməli Bakıya ən yaxın 3-cü böyük şəhərdə hicab problemi yaratmışdı bəzi məktəblər. Bu gün bizə gələn, indi videonu mən yəqin ki, bu kadrlara da yerləşdirəcəm. Bu Gəncə şəhərində 44 nömrəli məktəbdə bir xanım müəllimələr durub və hicablı qız uşaqlarını məktəbə daxil olmağa qoymurlar. Elə bil ki, terrorçunu qoymurlar. Elə bil ki, nə bilim, cinayətkarı qoymurlar. Mən başa düşmürəm, bu müəllimələr özlərini necə müəllimə deyə bilər? Müəllimələr, baxın, bizim ay hörmətli müəllimələr, vaxt var idi ki, müəllimlər və müəllimələr kənd-bə-kənd gəzib qız uşaqlarının, oğlan uşaqlarının məktəbə gəlməsi üçün valideynlərə yalvarırlar ki, buraxın evladlarınızı gəlsinlər, təhsil alsınlar, məktəbə gəlsinlər, dərs öyrənsinlər, dünyanı tanısınlar. İndiki müəllimlər isə durub məktəbin ağzında hansısa bilmirəm o naməlum fitnəkarların tapşırığını icra edir və məktəblərə uşaqları buraxmırlar. Yəni bu harda, nə istinad eləyirlər? Mən o kadrları qoyacağım. Baxın, o Gəncədən göndərilən video kadrda belə bir səhnə var. Valideyn çəkir, video görüntü götürür və deyir ki, cənab nazirin bu məsələdən xəbəri yox, cənab nazirin belə bir qərar verməyib, prezident belə bir qərar verməyib. Müəllimə deyir ki, sizə kim dedi ki, biz cənab nazirin adından eləyirik? Cənab nazirin elə bir tapşırığı yoxdur. Çünki qanunsuz iş görürsünüz. Cənab Prezidentə bax qərar verəcək, Cənab Nazirin adından danışırlar. Cənab Nazir qərar çıxardır. İndi o hamısının cavabı verəcək. Cənab Nazir qərar çıxardır sözü deməmişdir. Deyirsiniz. Yaxşı, onda mən həmin müəlliməyə və Gəncə şəhər 44 saylı məktəbin direktorundan, müdüründən Gülşən Məmmədəliyevadan soruşuram. Sənə o tapşırığı kim verib? Sənin nazirin Emin Əmirullayevdir. Sənə o tapşırığı verməyibsə, kim verib sənə o tapşırığı? İrəvandan mı veriblər? Yerusəlimdən mi veriblər? Vaşinqtondan mı veriblər? Parijdən mi veriblər? Hardan veriblər sən o tapşırığı? De biz də bilər. Bəlkə Moskvadan veriblər, Qerudan veriblər. Yəni, nə eləmək istəyirsiniz siz? Bu nə hoqqadı çıxardırsınız? İnsanları, baxın, dini həssasiyyətlərinə maraqlıdır. Baxın, mən indi adlarını çəkəcəm. Gəncə şəhəri 44 saylı məktəb. Gəncə bilirsiniz. Dini baxımdan hər zaman dinə bağlı olan və dindar şəhərlərdən biri olub. Eyni zamanda Cəlilabad, baxın, Cənub bölgəsi, 7 saylı məktəb, Səidə Şükürova məktəbin müdürəsi. Onlardan soruşum, zaten bu Səidə Şükürova haqqında səfərlərimizə mediada da uşaqlara işgəncə vermək, onları döymək faktından məsələlər də var mediada. Bilmirəm, indi bunu necə hələ də məktəb müdürü qalır. Baxın, Cənub bölgəsi, Azərbaycanın ən dindar bölgələrindən biri. Sumqayıt. Hamı bilir ki, Sumqayıtda dindarlar kifayət qədər var. Eyni məsələ 15 saylı məktəb Elmira Yaqubova. Bu 15 saylı məktəb haqqında da korrupsiya ilə bağlı mediada kifayət qədər məlumatlar var və bir çox məlumatlara görə müdirədən başqa hamı çıxarılıb, bu qalıb, niyəsə qalıb. Və yaxud da Mehdiyabad qəsəbəsində 1, 2, 3, 4 saylı məktəblərdə. Yəni, bu məktəblərin mən bir-bir adlarını çəkirəm və buradan aidiyyatı İmişli. Deməli, İmişlidə 8 saylı məktəb, Rəna Quliyeva. Yəni, bax, bu adları çəkirəm ki, cavab versinlər, çıxsınlar, desinlər ki, AK Partiyanın sədri deyib ki, belə bir məsələ, bizdə elə bir problem yoxdur.
Bu nə deməkdir, qardaş? Nə etmək istəyirsiniz? Siz hansı dövlətin qayda qanununa əməl edirsiniz? Siz kim tapşırıq verib sizə? Hansı hüquqla insanları təhsil hüququndan məhrum edirsiniz? Biz keçən səfər qeyd eləmişdik ki, biz bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət eləyəcəyik ki, cinayət işi açsınlar. İnsanların baxın, təhsil hüququndan məhrum etmə, 2, dini və etnik zəmində münaqişənin salınması, 3, burada bizim belə deyək, hüquqşünaslar qeyd ediblər. Baxın, demək, Konstitusiyanın 42-ci maddəsinin pozuntusudur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi təhsil hüququnun pozulması. Konstitusiya, qanunları demirəm. Bu birbaşa konstitusiya pozuntusudur. İkinci, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi vicdan azadlığı, yəni dini azadlıq. Bu maddənin də pozuntusu var. Üçüncü, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi fikir və söz azadlığı. Bu maddə də pozulub. Yəni, bunların hamısından bağlı biz artıq, baxın, rəsmi şəkildə Azərbaycan Respublikası Baş Prokurorluğuna görürsünüz, möhürlü və imzalı müraciət eləmişik və Kamran Əliyevdən də buradan həm yazılı şəkildə biz göndərmişik məktubu, göndərəcəyik bu məktubu. Eyni zamanda da buradan müraciət edirəm ki, aidiyyatı qurumlar araşdırsın, desinlər ki, siz səhv bilirsiniz. Hörmətli Tural bəy, hörmətli AK Partiya, hörmətli Azərbaycan xalqı, siz heç nə bilmirsiniz, səhv bilirsiniz. Bizdə hicab qadağadır. Baxın, biz keçən səfər danışanda qoyduq orada. Azərbaycanda yəhudi məktəbləri var ki, kipa deyilən dini atributları var. Oğlan uşaqlar başlarına kipa qoyur və kipaları qoyub məktəbdə otururlar. Və kimsə mənə deyirsə ki, hicab, təhsilə maneə yaradır, o adamın ağlında problem var. O adamın zəkasında problem var. Yəni, əgər 21-ci əsrdə insanlar Marsda məskunlaşma haqqında planlar cızdığı bir əsrdə hansısa kimsə çıxıb deyirsə ki, hicab dinə maneədir, o adamın başında problem var, düşüncə tərzində problem var, yaşantısında problem var. Hicabın heç nəyə problemi yoxdur. Mən burada dostlardan xahiş edərəm, indi çıxışımdan bağlı qoyarlar. Amerika prezidentinin yanındakı başbağlı müşavirləri, Fransadakı başbağlıları, Britaniyadakı başbağlıları, mən niyə bunu, bax, xristiyan dövlətlər deyirəm, Erdoğanı demirəm, İranı demirəm, tutaq ki, digər müsəlman Səudiyyəni demirəm, çünki görə zaten müsəlman ölkə. Xristiyan ölkələrində belə problem yoxdur. Hətta mən maraqlandım, baxın, maraqlısı nədir? Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə, pullu məktəblərdə bu problem yoxdur. Hətta xarici kökənli, yəni Britaniyaya bağlı olan, Fransaya bağlı olan məktəblərdə belə hicabla bağlı problem yoxdur. Ancaq bizim yerli və milli. Baxın, hansısa Sofiya xanım, hansısa Meyri xanım yox. Səydə xanım, Rəna xanım, Elmira xanım, Gülşən xanımdır bu problemləri yaradan. Bax, bu Səydə xanımdan, Rəna xanımdan, Elmira xanımdan, Gülşən xanımdan, bu məktəb direktorlarından da bu. Soruşuram, nənələrinizin başı açıq idi? Açıq idi nənələrinizin başı. O başı bağlı nənələrini sizin valideynləri yetişdirməmişdi, sizi yetişdirməmişdi. Necə olur bu savadsız, başı bağlıdır deyə savadsız bir valideynlər sizin kimi belə ağıllıları yetişdirə bilir, indikilər yetişdirə bilmir. Məhkəmədə valideynlər boşananda uşağın yaşı səhv eləmirəmsə 8-dən yuxarıdırsa uşağın fikri soruşulur ki, atadan mı qalmaq istəyirsən, anadan mı qalmaq istəyirsən? Hə, bunda deyirlər ki, uşaq yetkindir. Amma 16-17 yaşlı, 10-cu 11-ci sinifdə 16-17 yaşlı qız uşaqlarına deyirlər ki, bunlar hələ özləri qərar verə bilmir deyə biz bunları qoymuruq başını atsın. O nə demək yəni özləri? 18 yaşına qədər uşaqlar valideynin himayəsindədir. Valideyn cavab etdi və əgər qanunla zidd deyilsə siz nə oyun çıxardırsınız? Buradan Emin Əmrullayeva da müraciət edirəm mən. Yəni əgər Məleykə Abbaszadə ilə imtahan davanız bitdisə, intriqalarınız bitdisə, bir baxın görün məktəblərinizdə nə baş verir. Sən müəllimələrin deyir ki, nazir bizə tapşırıq verməyib ki, biz bunu eləyirik. Və kim verib? Bir soruş da çağır o məktəb direktorunu. Soruş ki, sənə tapşırığı kim verib? Sənin cavab deyin mənəm. Təhsil nazirliyidir. Yəni insanların dini əsasiyyətinlə oynamaq olmaz. Hələm, baxın, regionumuz qan içindədir, od içindədir. Müharibələr, qulağımızın dibində müharibələr gedir. Və siz indiki məqamda Gəncədə xatırlayırsınız, zamanında dini zəmində baş verən hadisələr, provokasiyalar Bakıda filəndə, digər yerlərdə kimlərsə ola bilsin ki, yatmış divləri oyandırmaq istəyir. Mən buradan bir daha həmin o məktəblərə və ümumiyyətlə Azərbaycan Respublikasında fəaliyyət göstərən neçə min məktəb var. Hamısına müraciət edirəm ki, sizin işiniz insanların saçınla, başınla, geyiminlə deyil, təhsilinləndir. Başını örtüb, açıb özü bilər. Əgər məktəbli forması geyinirsə və dini, baxın,
dini həssasiyyət konstitusiya ilə qorunur. Hansısa məktəbli geyimi haqqında qərar konstitusiyadan üstün deyil. Yəni başını örtəcək, məktəbə uyğun, dininə uyğun da geyimini geyinəcək. O nə deməkdir? Yox, məktəb geyim rejimində yoxdur. Məktəb geyim rejimində var, müəllimlər qızıl taxırlar gəlirlər, mini geyinib gəlirlər. Ərləri aldıqları, nə bilim, biləziyi taxıb gəlirlər, iPhone işlədirlər. Məktəb var, o gəlib tələbənin qabağında elə geyinib oturmaq var. Yəni, bəstirin, oyun çıxartmayın. Biz bu dəqiqə oturub, dünya balistik raketlər istehsal edir, dünya robotlar istehsal edir, dünya, yəni 5-ci, 6-cı nəsil təyyarələr istehsal edir. Biz hələ bizi kimlərsə daş dövrünə qaytarmaq, hicablı olsun, olmasın. Namaz qılsın, sənə nə, sənə nə? Sən kimsən? Sən bu eyni zamanda dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Ramil müəllimə müraciət edirəm. Ramil müəllim, bir bax gör nə var, nə yox. Hamısı çəkilib qırağa. Qardaş, kimə nə xəbər göndər? Təhsil nazirinə müraciət etsən, ağzına suallar oturur. Qardaş, bu kimdirsə bu tapşırığı verən ki, qorxursunuz, Ya da o tapşırığı verən o qədər ürəklidirsə, çıxsın xalqın qabağına desin, bəli, mən vermişəm bu tapşırığı və düz eləmişəm. Biz də bilək ki, xalq olaraq işimiz nədir? Bu qədər. Güman eləyirəm ki, bu məsələ həllini tapar. Biz yenə qeyd edirəm, prokurorluğa məktubumuzu göndərəcəyik və prokurorluqdan da aidiyyatı məsələ cinayət iş açmağını tələb eləyəcəyik. Qoy görə indi o məktəb direktorları, o müəllimləri, müstəntiqlər çağıranda, istintaqa cəlb olunanda onları o qeyri-qanuni tapşırığı verən adamlar gəlib onları qoruyacaq ya yox. Təşəkkür eləyirəm. Çox